Salam mənim əzizlərim, davam edirik Şir bürcü ilə. 12-18 yanvar həftəsi Şir bürclərini nələr gözləyir? 3 kart çəkəcəm. Həftəlik açılımdır. Şirlər bu həftə sizin üçün güc, nəzarət və münasibətlərdə balans mövzusu ön plandadır. Hadisələri nəzarətdə saxlamaq, məsuliyyət götürmək deməkdir. Bu həftə həm sevgi, həm də iş həyatında sözünüzün keçməsini istəyə bilərsiniz. Amma bu kart eyni zamanda sahiblənmə, bəzən həddindən artıq müdaxilə enerjisi də verə bilir. Söz mübahisəsi, gərgin danışıq, daxilə yığılmış emosiyaların üzə çıxması göstərilir. Sevgi həyatında əvvəlcədən yığılan mövzular artıq açıq şəkildə danışılmaq istəyir. Bu mübahisə kimi görünsə də əslində münasibəti təmizləmək üçündür, aydınlaşdırmaq üçündür. Razılaşma, bağlılıq, qarşılıqlı anlaşma deməkdir. Yəni yaşanan gərginlik boşuna deyil, nəticədə münasibətdə balans qurulur. Sevgi həyatında ciddi qərar, söz, razılaşma ola bilər. Karyera sahəsində rəhbərlik, məsuliyyət güclü mövqe göstərir. İş yerində fikir ayrılığı ola biləcəyini deyir. Müqavilə, razılaşma, uzun müddətli əməkdaşlıq ehtimalı artır. Maliyyə mövzusunda bu həftə məsuliyyətli qərarlar vacibdir. Böyük xərclərdən əvvəl düşünmək lazımdır. Amma maliyyənin sabitləşəcəyini, uzun müddətli planların doğru olduğunu göstərir. Ümumilikdə şirlər üçün həftə sözlərin açıq danışıldığı, münasibətlərin təmizləndiyi, nəticədə daha sağlam bağların qurulduğu bir dövrdür. Bu qədər mənim əzizlərim.